Salam əziz şagirdlər. Ümid edirəm hər birisiniz yaxşısınız. Bu gün sizlərlə natural ədədlərdən 100-dən 200-ə qədər olan sualların izahına baxacağıq. Elə isə vaxt itirmədən başlayaq. 101-ci sual. Natural ədədi 20-yə böldükdə qalıqda 15 alınır. Bu ədədi 4-ə böldükdə qalıqda neçə alınır? Natural ədədi x götürürəm. 20-yə böldükdə qismətin y, qalığın isə 15 olduğunu götürürəm. Qisməti ən kiçik rəqəm, yəni 1 olaraq qəbul edirəm uşaqlar. Qismətimiz 1 olsa, x-imiz nəyə bərabər olar? 35-ə. Yəni, bu ədədi də 4-ə böldükdə neçə alınır? 35-i 4-ə böləndə 8 dəfə düşər, qalıq olar 3. Doğru cavab C variantı. 103-cü sual uşaqlar. Deməli, AB ədədini 9-a böldükdə qalıqda 2 alınır. ABC ədədini 9-a tam bölünərsə, C-ni tapın. Deməli, AB ədədi elə bir ədəddir ki, 9-a bölündə 2 alınsın uşaqlar. Hansı rəqəm götürə bilərik? 11 götürə bilərəm ən balaca rəqəm olaraq. 11-i, yəni AB-ni 11 götürərəm uşaqlar. 9-a böləndə 2 alınacaq. İndi ABC-nin nə olduğunu deyir bizdə. A, B, C. Bilirik ki, AB-ni 11 götürdüm. Burada qaldı bir dənə C. C elə bir ədəd olmalıdır ki, 9-a tam bölünər bu ədəd. C onda 7 olar ki, uşaqlar. Bunun rəqəmlərinin cəmi 9 eləyər, 9-a 9-a tam bölünər. Deməli, C olmalıdır 7. Sonra baxaq sizlərdən 105-ci suala. 62 A ədədini 12-yə tam bölünərsə, A-nın mümkün qiymətlərini tapın. 12-yə tam bölünmə nədir? 3-ə və 4-ə bölünmədir uşaqlar. Deməli, bu ədədin həm 3-ə, həm 4-ə bölünməsinə baxacağıq. 3-ə bölünməsi üçün, deməli, 3-ə bölünməsi üçün qayda necə olmalıdır? Rəqəmlərin cəmi 3-ə bölünməlidir. Deməli, bu zaman bizdə rəqəmlər ola bilər 621 ola bilər. Rəqəmlərin cəmi 9 eləyər, 3-ə tam bölünə bilər. Sonra ola bilər 624. Rəqəmlərinin cəmi eləyər 12, 3-ə tam bölünər. 627. Bu qədər olar uşaqlar. Artıq A-ya mən 10 verə bilmərəm. 3 artırdım. 1, 4, 7 artırdım ki, 3-ə tam bölünsün. Bir də 4-ə bölünmənin qaydasına baxaq. 4-ə bölünmədə də son 2 rəqəm bölünməli uşaqlar. Deməli, bu rəqəmlərdən son 2 rəqəm 4-ə bölünən 4-ə tam bölünür. Burada 21 4-ə bölünmür, 27 4-ə bölünmür, amma 24 4-ə bölündüyünə görə 624 də 4-ə bölünəcək. Doğru cavab olur 624. Yəni A olur 4 uşaqlar. 105-də B variantı. Baxırıq sizlərdən 108-ci suala. Deməli, əbob 50 175. Əbob 50 175. Üstə gəlinsin əçob 48 36. Birinci hissədə bunun sadə formada yazmaq sizə öyrətmişdim uşaqlar. 50 ilə 175-dən 25-i vuruq olaraq qarşıya çıxara bilərəm. 25-i qarşıya çıxarsam, əbob 25-i 2-yə vurmaq lazımdır ki, 50 eləsin. 25-i 7-yə vurmaq lazımdır ki, 175 eləsin. Üstə gəlinsin. Əçob deməli 48-36. Buradan da 48-36-dan 12-ni qarşıya çıxara bilərəm uşaqlar. 12-ni çıxarsaq, əçob deməli 4 və 3. İndi əbob 2, 7 qarşılıqlı sadə dedilərdi uşaqlar. Bunların əbobu 1-ə bərabərdir. Yəni 25 vurulsun 1, üstə gəlinsin 12 vurulsun. Əçob 3 və 4 qarşılıqlı sadə ədəddir. Əçobu onların hansına bərabərdir? Yəni 12-yə. O da bərabərdir. 25 üstə gəlinsin. 12-ni 12-yə vursaq 144. Bu da eləyər 169. Deməli, doğru cavab eləyər C variantı uşaqlar. Baxaq sizlərdən 109-cu suala. Deməli, 109. 13 üstündə 18 ədədinin sonuncu rəqəmini tapın. Uşaqlar, bu sualdan əvvəlki suallarda izah eləmişdim, yenidən göstərirəm. Əvvəlcə 13 üstündə 1 bərabərdir 13-ə. Sonuncu rəqəm 3-dür.
13 üstündə 2 bərabərdir 169. Sonuncu rəqəm 9-dur. 13 üstündə 3 bərabərdir. Sonuncu rəqəmi 169-u yenidən 13-ə vursaq uşaqlar. Sonuncu rəqəm eləyəcək 7. 13 üstündə 4 bərabərdir. Sonuncu rəqəm 7 idi. Yenidən 13-ə vursaq eləməlidir 1. 13 üstündə 5 bərabərdir. Sonuncu rəqəm 1 idi. Yenidən 13-ə vuranda 3 eləməlidir. Deməli 3 təkrarlandı uşaqlar. İndi 13 üstündə 18-i parçalayıram. 13 üstündə 5 vur. 13 üstündə 5 vurulsun 13 üstündə 5 vurulsun 13 üstündə 3. Bu formada bilir ki, əsaslar eyni olanda vurduqda üstlər cəmlənər. Yəni 5, 5, 5, 5, 3 toplamda 18-i verdi bizə uşaqlar. İndi 13 üstündə 5-in sonuncu rəqəmi nə idi uşaqlar? 3 idi. Yenidən bunlar da qeyd edeyim. Sonuncu rəqəmləri 3 idi. Bəs 13 üstündə 3-ün sonuncu rəqəmi nə idi? Burada qeyd eləmişdik. Sonuncu rəqəm 7 idi. Bunların hasilinə baxaq. Bu da bərabərdir. 9, 27, 27-ni də 7-yə vursaq, sonuncu rəqəm eləməlidir. Yenidən 9 uşaqlar. Bizim 13 üstü 18-in sonuncu rəqəmi 9-dan bitir. Doğru cavab B variantı. Baxaq sizlərdən neçənci suala. Deməli, baxaq sizlərdən 111-ci suala baxaq uşaqlar. 111. 111-ci sualda deyir 18 ədədinin neçə natural böləni var. Uşaqlar, hər hansısa bir ədədin neçə natural böləni olduğu üçün xüsusi bir düsturumuz var. Yəni, hər hansı bir, belə deyim, P ədədini A vurulsun, B vurulsun, C üstlərində M, N, K kimi yazarıq uşaqlar. Və natural bölənlərin sayını tapanda M üstə gəlinsin 1, N üstə gəlinsin 1 və K üstə gəlinsin 1 kimi tapa bilərik. Bu düsturdan istifadə edib tapırıq. İndi bizə 18 ədədini deyir. 18 ədədini sadə vurğulara ayıraq. 2-yə bölünür 9, 3-ə bölünür 3, 3-ə bölünür 1. Deməli, 18 ədədi bərabərdir. 2-nin üzərində 1 vurulsun. 3-ün üstündə 2 uşaqlar. Bunun da natural bölənlərini tapmaq üçün buradakı 1 bizim m-imizi bildirəcək. Yəni, 1 üstə gəlinsin 1. Bu 2 də bizim n-imizi bildirəcək uşaqlar. 2 üstə gəlinsin 1. O da bərabərdir. 2-ni də 3-ə vursaq eləyir 6. Deməli, 18-in 6 natural böləni var uşaqlar. Əgər tam bölənlərin sayını istəsəydi, tam bölənlərin sayını istəyəndə natural bölənlərin sayını 2-yə vurardı. Yəni, 6 natural böləni varsa, onu da 2-yə vursaq, 12 dənə tam bölən olardı. Yəni, mənfili müsbətdir uşaqlar. İndi onu soruşmurdu bizdən, onu sildim. Sonra, deməli, deyir, 113-cü suala baxaq indi. A-nın neçə qiymətində 5 rəqəmli ədədi 4-ə tam bölünər? Baxaq. Deməli, 113. 4-ə tam bölünmənin qaydası necədir uşaqlar? Son 2 rəqəm 4-ə bölünürsə, bu ədəd özü 4-ə bölünər. Deməli, A-nın neçə qiymətində? A-ya 0 versək, A bərabər olsa 0-a, son 2 rəqəm eləyər 40, o da 4-ə bölünər. A-ya 4 verə bilərik, 44 olar son 2 rəqəm, bölünər. A-ya 48, yəni A-ya 8 verərik, bölünər. Gəlmi 3 dənə uşaqlar, 113 oldu C variantı. Sonra baxaq sizlərdən neçənci suala, 116-cı suala baxaq uşaqlar. 116. 9 ədədinin neçə 2 rəqəmli bölünəni var? Deməli, belə deyim uşaqlar, 2 rəqəmli bölünəni deyəndə 9-un birinci 2 rəqəmli bölünəni 18. Yəni 18-i biz 2-ni 9-a vuraraq 18 əldə edirəm. 2 rəqəmli bölünən 18-dir. Bir də sonuncu 2 rəqəmli bölünəni də 99-dur. Bunda 11 vurulsun 9 kimi yazaram. 99 eləyər. 99 yenidən 9-a bölünür uşaqlar 2 rəqəmli olaraq. Yəni 2-dən 11-ə kimi olan rəqəmləri 9-a vurduqda bunlar 9-un özünə bölünəcək və 2 rəqəmli olacaq. Burada aradakı sayı tapmaqdan ötürü də 11-dən çıxaram 2-ni, üzərinə gələrəm 1-i, bərabər eləyər 10 uşaqlar. Deməli, 10 dənə. E variantı. Sonra, baxaq neçənci suala. Bir dənə 118-ə baxaq. Çox sadə bir sualdır. Deyir ki,
İki natural ədədin hasili 7-dir. Natural ədədin hasilinin 7 olması üçün bu ədəd 1 və 7 ola bilər yanlış uşaqlar. Deməli, onların rəqəmlərin cəmi deyilər. Bizə 1-dən 7-nin rəqəmləri, bu ədədlərin cəmini istəyir daha doğrusu. Bu ədədlərin cəmi 1-dən 7-nin cəmi də verir bizə 8. D variantı. Sonra baxaq sizlərdən 120-ci suala. Deyir ki, 3 ardıcıl tək ədəd. Ardıcıl tək ədəd deyir uşaqlar. Ardıcıl ədədlər ümumiyyətcə aralarında fərq 1 vahid olur. Yəni ardıcıl ədədlərə n plus 1, n plus 2 kimi yazarıq. Amma ardıcıl tək, ardıcıl cüt deyəndə n plus 2 vahid dəyişir. Məsələn, n 3 olsa bu 5 olmalıdır. 2 vahid dəyişir. Digərini isə n plus 4 kimi götürürəm uşaqlar. Deməli, bunlar bizim ardıcıl tək və yaxud da cüt rəqəmlərimizi göstərir. İndi 120 tək deyir bizə. Deyir, bunların cəmi. Yəni, n, üstə gəl n plus 2, üstə gəl n plus 4-ün cəmi bərabərdir bizdə 57-yə. Bu əvvəlcə n-i tapaq uşaqlar. 3n, üstə gəlinsin 6 bərabərdir 57. 3n bərabərdir 51. Deməli, buradan alınır ki, n bərabərdir nəyə? N də bərabərdir 51 3-ə bölsək, bir dəfə 7, 17. N oldu 17. Bizdən nə istəyir? Bu ədədlərdən kiçiyini tapın. Ən balacası n idi. Elə n-in də 17 olduğunu tapmışıq uşaqlar. Cavab olur C variantı. Sonra baxırıq 122-yə sizlərdən. 122. Natron n ədədini 6-ya böldükdə qalıqda 3 alınır. Deməli, uşaqlar, hər hansı bir natural ədədi 6-ya böldükdə qalıqda 3 alınırsa, mən n-in 9 olduğunu fərz edirəm. Fərz edirəm ki, n 9-dur. Onu 6-ya böləndə qalıq 3 alınıbdır. Sonra deyir ki, n kvadratı üstə gəlinsin 2n 6-ya böldükdə qalıq neçə alınır? N-in 9 olduğunu fərz eləmişəm. Yerinə qoysam 81 üstə gəlinsin. 2-ni 9-a vursaq 18 bölünsün 6. Bunları da toplasaq uşaqların 99 bölünsün 6. O da bərabərdir. 99-u da 6-ya bölsək. Deməli, bir dəfə 39-un içərisində də 6 dəfə 36 qalır 3. Qalıq oldu 3 uşaqlar. Deməli, doğru cavab olur E variantı bizdə 122-də. Sonra sizlərdən baxaq neçənci suala? Baxaq 124-cü sual uşaqlar. 124. Deyir ki, 80 bölünsünün, 120 bölünsünün, 280 bölünsünün ifadələri natural ədədlər olarsa, n-in ən böyük qiymətini tapan. Deməli, uşaqlar, n elə bir ədəddir ki, bu 80-dir, 120-dir, 208-dir, n-ə böləndə alınan cavab natural ədədlərdir və ən böyük qiymətini istəyir. Deməli, bunların ortaq böləni deyim. Ən böyük ortaq bölən, yəni əbobudur. İndi yazıram, əbob 80, 120 və 280. Yəni, bunların ən böyük ortaq böləni tapanda, yəni yeni tapmış olacağım uşaqlarımı. Buradan 3-dən də 10-u çıxara bilirəm. Şifayı görürəm birbaşa. 10-u çıxarsaq, qalır əbob 8, 12 və 28. 28. Bu üçün də artıq yenə çıxara bilərəm uşaqlar. Buradan 4-ü çıxara bilərəm qarşıya. Bir dənə də 4-ü çıxarım birbaşa. Qarşıda olar 40. Əbob. Burada qalar 2. 4-ü çıxardım 3 qaldı. 4-ü çıxarsaq 7 qaldı. Deməli, bu üçün əbobu uşaqlar 2, 3, 7-nin əbobu. Bunlar qarşılıqlı sadədirlər olduğuna görə, yəni ortaq bölənləri sadəcə 1-dir. Başqa yoxdur. Ona görə bunun əbobu 1-ə bərabərdir bizə. 40-ı da 1-ə vursaq eləyər 40. Doğru cavab B variantı. Deməli, 25-də bundan uşaqlar 126-da bu səfər deyir ki, bu n bölünəndir bizdə. Və n-in ən kiçik qiyməti, bölünənin ən kiçik qiyməti, yəni əkobu istəyir bizdə 126-da. 126-da əkobu istəyir bizdən. Əkob, deməli, 12, 15 və 18-ə bölünən ən kiçik qiyməti istəyir. Bunu tapmaqdan ötürü də görüm, ortaq vurub qarşıya çıxara bilirəmmi? Bəli, 3-ü qarşıya çıxararam. 3 vurulsun əkob. Deməli, 12-də 4 qaldı.
15-də 5 qaldı. 18-də də 6 qaldı uşaqlar. Bunların əçobunu tapanda, əçobunu tapsaq, 4, 5, 6-nın əçobunu tapanda, deməli, 6 ilə 5-də eləyir 30. Da 4-ün içərisində 2 var, 6-nın da içərisində 2 vardı uşaqlar. Bir dənə 2 var idi. Ona görə 4-ün içərisində bir dənə 2 nəzərə alacağım. Deməli, 30-da 2-yə vursaq eləyir 60. 3-ün əçobu oldu 60. 3 vurulsun 60. O da bərabərdir 180. Doğru cavab olur D variantı. Sonra baxaq sizlərdən neçənci sual uşaqlar. Baxaq sizlərdən 128-ci suala. 128. 2 natural ədədin cəmi 198-dir. Deməli, 2 dənə natural ədədimiz var. X üstə gəlsin Y bərabərdir 198. Onlardan biri 0 ilə qutarır. Əgər bu rəqəmi pozsaq, ikinci ədəd alınır. İndi belə fikirləşin uşaqlar. İkinci ədəd alınır. Onlardan biri 0 ilə qutarır. Deməli, birini 190-dır. Biri 180-dir deməli uşaqlar. Digəri də 18. Buradan 0-ı silsəm 18 olar. Bunları da toplasam 198 alınır. Bəli. Deməli, bizdən nə istəyir? Bu ədədlərin fərqini istəyir. 180, deməli, 180 ilə 18-in fərqini istəyirdi məndən. Bu 198-i buradan qeyd edeyim. 180-dən çıxım 18-i bərabərdir. Neçə eləyər bizdə? 162. Belə. Sonra baxaq sizlərdən neçənci sual uşaqlar? 130-cu suala baxaq. 130. Nə deyir bizdə 130-da? A 254, B 242 olarsa, AB hasinin 5-ə bölünməsindən alınan qalığı. Yəni, A vurulsun B bərabərdir. 254 vurulsun 242-nin 5-ə bölünməsindən. İkisində 5-ə bölünməsindən alınan qalıq. Uşaqlar, 254-ün 5-ə bölünməsindən alınan qalıq ayrıca baxaq. 242-nin 5-ə bölünməsindən alınan qalıq ayrıca baxaq. Demək, 254-ü 5-ə böləndə alınan qalıq eləyir 4. 255-ə bölünür, 4 qalıq qalır. 242-ni 5-ə böləndə 240 bölünər, 2 qalıq qalar. Qalıqların hansı eləyir bizdə 8. 8 özü yenidən 5-ə bölündüyünə görə bunu 5-ə bölsək eləyər qalıq 3. Oldu bizdə 130-da doğru cavab D variantı. Baxaq sizlərdən 132-yə. 132. Deməli, əçob 3x, 4x, 240-dır. Uşaqlar, x-lar ortaq vuruqdur bizdə burada. X-i qarşıya çıxarırıq birbaşa. X vurulsun əçob 3 və 4 bərabərdir 240-dır. Əçob 3, 4 qarşılıqlı sadədir. Əçobu 12-yə bərabərdir. X vurulsun 12 bərabərdir 240. X də bərabərdir 20-yə. Sonra əbob 3x, 4x deyir. Eyni qayda ilə x-lar yenə ortaq vuruqdur. Qarşıya çıxarıram uşaqlar. Deməli, x-i qarşıya çıxardım. X vurulsun əbob 3 və 4. 3 ilə 4 qarşılıqlı sadədə olduğu üçün əbobu 1-ə bərabərdir. Yəni, bu x-i də 1-ə vursaq eləyir x. X-in 20 olduğunu tapmışdıq uşaqlar. Deməli, əbob özü 20 imiş. 132 D variantı. Deməli, 134, 135 uşaqlar. Bunlar sadədir. Bunlara uyğun bir dənə də 136, 137 var. Siz izah eləmək istəyirəm mən buradan 136-nı. Yəni, yuxarıdaşlar da bu qayda ilə həll olunur. 136. Deyir ki, A minus B bölünsün B bərabərdir 4-dür. Çarpaz vurmadan istifadə edib uşaqlar. A-nı B-dən və yaxud da B-ni A-nın əvəz eləyəcək. Baxaq indi. Deməli, A minus B bərabər olur 4B-yə çarpaz vuruldu. Çünki buradan A bərabərdir 5B-yə. A-nın 5B olduğunu bildik uşaqlar. Gətirib indi bizə verilən bu ifadədə yerinə qoyacağıq. Bizə nə istəyir? Deməli, əçob AB, əçob AB, üstə gəlsin əbob AB. Əbob AB.
Bircə dəqiqə uşaqlar. Aha. Deməli, A-nın yerinə 5B yazıram. Olur. Əçob 5B B üstə gəl əbo 5B və B. Deməli, B-ni hər ikisindən qarşıya çıxaranda B hər ikisində ortaq vurğu olduğuna görə B-ni qarşıya çıxarıram uşaqlar. Biraz aşağıdan yazacağım bu səfər. B vurulsun. Deməli, əçob 5 və 1 qaldı. Üstə gəlinsin. Digərində də B ortaq vurubdu, qarşıya çıxardım. B vurulsun. Əbob 5 və 1. Deməli, indi isə bu da bərabərdir. Deməli, 5-dən 1-in əçobu nəyə bərabərdir uşaqlar? Əçobu 5-ə bərabərdir. Bu eləyir 5B. Üstə gəlinsin. Deməli, 5-dən 1-in əbobu nəyə bərabərdir? Əbobu 1-ə bərabərdir uşaqlar. Deməli, bu deyilir bizdə B-ni 1-ə vursaq B, bu deyilir 6B. 6B, deməli 136 elədi E variantı. Sonra baxaq sizlərdən neçəyə? Baxaq sizlərdən 138 uşaqlar. Deməli, 138-də A və B ədədləri natural ədədlər, C isə onların ortaq olmayan sadə vurğuların hasilidir. AB bölünsün C 225. Aha, əbob AB-ni istəyir bizdən. Uşaqlar, bizdə ortaq olmayan sadə vurğularla bağlı əbobun və əçobun düsturu var idi. İndi 138-də düsturumuz belə idi. Əbob AB bərabər kök altında A vurulsun B bölünsün C idi. İndi bizdə A vur B böl C-ni verir. Biz bunu kök altında salmalıyıq. Kök altında salanda deməli 225 idi. Onun da çıxır 15. Deməli doğru cavab olur D variantı. Sonra baxaq sizlərdən neçəyə? 140-a baxaq. 140-ı şifa eləyəcəm uşaqlar. Bir də yaxınlaşdırım sualı. Deməli, A vurulsun B 11-dir, A vur C 17-dir. A hər ikisində var uşaqlar. A hər ikisində varsa, deməli A-mız 1-dir, B-miz 17, 11-dir, 11. A-mız 1-dir, C-miz 17-dir. Cəmini istəyir 1, üstə gəl 11, üstə gəl 17. Bu deyilir bizdə neçə? 29. 140-da A variantı. Sonra baxaq neçəyə? Baxaq 142-yə. Ədədini 5-ə böldükdə qalıqda 3 alınır. Bu ədədi 18-ə bölündüyünü bilərək AB hasilini tapan necə eləyək indi? Uşaqlar, 5-ə böldükdə qalıqda 3 alınması üçün bilirik ki, 5-ə bölünmənin qaydası necə idi? Son 0 və 5 olanlar bölünürdü. İndi 142-ci sualda 142-də rəqəmi qeyd edeyim bir dənə. A, 8B. Aha. Bu B ya bizdə 3-dür, ya da bizdə 8-dir. Qalığın 3 alınması üçün ya bu 83 olmalı ki, qalıq 3 alınsın 5-ə böləndə, ya da bu 88 olmalı ki, 5-ə böləndə qalıq 8 alınsın, qalıq 3 alınsın. Aha. İndi 18-ə tam bölündüyünü bilirik deyir. 18-ə tam bölünmək nədir? 2-yə və 9-a bölünsün. 2-yə və 9-a bölünməsi üçün 2-yə bölünmənin qaydası nədir? Son rəqəm cüt olmalıdır. Mən B-yə 3 versəm, son rəqəm tək olur. B-yə 3 versəm, son rəqəm tək olur. Ona görə B 3 ola bilməz. Qalır bir dənə B-nin 8 versiyası. Olur 63, A, 8, 8. Buradan A-nın nə olduğunu tapmalıyam. Deməli, 2-yə bölünməyə görə son rəqəmi cütləyib də 9-a bölünməsi üçün rəqəmlərin cəmi 9-a bölünməlidir. Rəqəmlərin cəminə baxaq. 6 üstə gəl 3, üstə gəl A, üstə gəl 8, üstə gəl 8. Bu da bərabərdir. 9 üstə gəl 25, üstə gəlinsin A. Deməli, bu 9-a bölünməlidir uşaqlar bizdə. Deməli, A ola bilər neçə? A ola bilər 2. A-mız oldu 2, B-miz oldu 8. Bizdən nə istəyirdi? AB hasili 2 ilə 8-in hasili 16. Doğru cavab A variantı. Sonra sizlərdən baxaq neçəyə? Baxaq 144-cü sual uşaqlar. Deməli, bərabərsini ödəyən və 3-ə qalıqsız bölünən neçə natural ədəd var?
Neçə natural ədəd var? Bu misalı həll eləməyin bir neçə yolu var uşaqlar. Mən necə həll eləməyi üstün tutaram. Deməli, bu x ədədində 3-ə qalıqsız bölünən natural ədəd olduğunu soruşur. Deməli, bunları əvvəlcə 3-ə, bunu 3k kimi götürərəm və 3-ə bölünərəm. 102-ni 3-ə böləndə eləyir bizdə neçə? Təxmini bir rəqəm yazacağam. Deməli, 102-ni 3-ə bölsək, 3 dəfə düşür. 12, 12-ni də 3-ə bölsək 34 çiftdir. X-i 3-ə böldüyüm bölündüyünə görə bir K yazdım artıq buna. Bu da çift bərabər. 122-ni 3-ə bölsək 4. Haradasa 40 tam nə qədərsə, deməli, bu aralıqda 40 tam onda 1 götürəm təxmini və yaxud da neçə salınır. Bu artıq önəmli deyil. Neçə natural ədəd var? K neçə natural ədəd ola bilər? 34 ola bilər. 35, 36, 37, 38, 39 və 40. 1, 2, 3, 4, 5, 6, 7 dənə. Deməli, olur E variantı uşaqlar. Sonra 145-ci sual. Aşağıdakı ədədlərdən hansılar 3-ə qalıqsız bölünür? 3-ə qalıqsız bölünür. Deməli, A variantına rəqəmlərin cəmi uşaqlar burada eləyir 5, 3-ə bölünməz. B variantında rəqəmlərin cəmi, burada 3 hissələri bölünür, amma buradakı 4 bölünməyəcək uşaqlar. Ona görə B variantı düzgün olmayacaq. C variantında 243-ün kubu var burada. 243-ün özü 3-ə bölünür uşaqlar. Kubu da 3-ə bölünəcək. Deməli, bu C variantı ümumiyyətlə 3-ə bölünəcək. Doğru variant C variantı. Və digər variantlara baxsam, E variantında 8 vurulsun 10 üstü 5-dir. Burada 10 üstündə 5 və elə 8-i vuranda heç vaxt 3-ə bölünməz uşaqlar. Rəqəmlərin cəmi həmişə eləyir burada 8. Digərində də 6-lara görə bölünərdə burada 4-lər artıq qeyri-mümkün eləyir məsələni. Ona görə doğru cavab C variantı. Sonra 147-də uşaqlar, ailə bir rəqəm verməlisiniz ki, tək olsun. Həmin verdiyiniz rəqəmi aşağıdakı variantlarda yoxlayırsınız. Cüt versiyanı tapırsınız. Da bunu həll eləmirəm sizlərlə. Baxaq biraz fərqli suala. Deməli, 149-a baxaq sizlərdən. A vur B-ni verib, ortaq olmayanların hansı? Yəni, C-ni də 6 verib. C-ni də verib 6 bizdə. Əbobu C. Bilir ki, əbobu tapanda kök altında A-nı B-yə vurub C-yə bölməliydik uşaqlar. Onda nə edərik? 149-da kök altında A-nı B-yə vurulması edir bizdə 864. C-miz də bizdə 6-dır. Bunu tapsaq əbobu tapacağıq uşaqlar. Deməli, kök altında 8-i 6-da içində bir dəfə, 26, 4 da 4, 144-dən də çıxır 12. Deməli, əbobumuz 12-ymiş uşaqlar, A variantı. Sonra, deməli, 8-ə bölünər. 8-ə bölünmənin qaydası nə idi? Son 3 rəqəm 8-ə bölünürsə, bu ədəd 8-ə bölünür uşaqlar. Deməli, baxaq görə şifayı görə bilirikmi? Bəli, uşaqlar, B variantına diqqət eləyin. Son 3 rəqəm 168. 168 özü 8-ə bölündüyünə görə 23.168 də 8-ə bölünəcək. Baxaq nəyə? Uşaqlar, 153-dür. Bundan artıq izah elədim. Sonra 154 buna izah elədim. Baxaq, 156. 156-nın əvvəlki mövzu izahında izah eləmişdim uşaqlar. Necə deyirdik? Deyirdik ki, hər bir ayrı-ayrı 12-yə bölünməsinə baxırıq. Bu 12-yə tam bölünəcək. 2 ilə 6-nın hansısa 12-yə bölünəcək. Amma 15 12-yə bölünəndə bir dəfə düşəcək uşaqlar. 3 qalıb qalacaq orada. Doğru cavab D variantı. Sonra baxaq neçəyə sizlərdən. Deməli, 159-dan bir dənə demək istəyirəm uşaqlar. 159-da necədir? 159. Uşaqlar, bizim belə bir düsturumuz var ki, əkop AB bərabərdir. C vurulsun əbob AB. Bu düsturu yadınızda saxlayın uşaqlar. Deməli, əbobu 15 verib, ortaq olmayan, yəni C-ni də 6 verib, əkobu istəyir bizə. 6-nı 15-ə vurmalıyıq. O da bərabərdir. 6 vurulsun 15. Bu da eləyir 90. Doğru cavab E variantı. Sonra baxaq neçənci suala. Uşaqlar 160
3'dür, 164'dür. Bunlar sadə suallardır. Bunları izah eləməyimə ehtiyac yoxdur. Baxaq neçəyə? 166 sadədir, 167 sadədir. Bunlar sadədirlər. 169'a baxaq sizlərdən. 169. Deməli, verilmiş ədədlərdən hansılar 11'ə bölünür? 11'ə bölünür. Deməli, uşaqlar, biz bu 2 rəqəmli, 3 rəqəmli ədədlərin atılışını yazmalıyıq sizlərdən. Deməli, baxıram birinciyə. Birincidə AB çıxılsın. BA. Bunun açılışını yazaq. AB'nin açılışı deməli 10A üstə gəlinsin B'dir. BA'nın açılışı 10B üstə gəlinsin A'dır. Sadəcə bu qarşıdakı mənfinin buradakı işarələrə təsirini nəzərə almaq lazımdır. Deməli, birincini yazıram. 10A üstə gəl B çıxılsın 10B minus A. Mənfi təsirlədir buradakı işarələr uşaqlar. O da bərabərdir. Deməli, 9A çıxılsın 9B. Uşaqlar, bu deməli 9'u qarşıya çıxarsaq A minus B. Bizim bu ifadəmiz 9'a bölünərdi, 11'ə bölünməz. Bir də şifayı burada görsənir uşaqlar, şifayı gördüm artıq mən. C variantına diqqət eləyək sizlərdən. Eyni qayda ilə deməli C variantda AB üstə gəlsin BA verir bizə. Bunu açsaq, birinci 10A üstə gəlinsin B, B-yanı açanda üstə gəlsin B 10'luqda durub 10B üstə gəlinsin A bərabərdir. 10 ilə bu A toplanır eləyir 11A üstə gəlinsin. B ilə də 10B toplanır eləyir 11B. B-ni qarşıya çıxara bilər. 11'i qarşıya çıxarır eləyir A plus B. Deməli 11'ə bölünər. Doğru cavab C variantı. Baxaq 171-ci suala sizlərdən. 171. Deməli, ən natural ədədinə 12 bölüdə qalıqda 9 alınır. Deməli, uşaqlar, 12 bölüdə qalıqda 9 alınan rəqəm ən sadə, ilk ağlıma gələn rəqəm məndə deməli 22'dir. 22'ni deməli 12'ə bölsək qalıqda 9 alınacaq. İndi n'in 22 olduğuna qəbul edirəm. Bizə deyir ki, n kvadratı 13'ün 12'ə böldükdə alınan qalıq neçə olar? N kvadratı 22'nin kvadratı eləyir 484, səhv eləmirəmsə. Onun 13 çıxacaq. Böləcəyik 13'ə. Bu da bərabərdir. 471 bölünsün 13. Bölə indi 471'i 13'ə bölsəm 47'nin içərisində eləyər 3 dəfə eləyir 39. 47'den 9 çıxsaq 8, 81, 81 də 13'ə bölsək 2 dəfə düşər. Baxaq. 7 dəfə desəm çox olar. 6 dəfə 18, 8 yazaq 1 yadda 7. Deməli qalıq oldu 3. 36 dəfə düşdü 3 qalıq qaldı. Cavab A variantı. Baxırıq 173'ə. 173. Deməli n vurulsun n plus 1 132'dir. Əçob 2n, 2n plus 2. Uşaqlar, burada birbaşa 2n və 2n plus 2 var. Burada 2'ni qarşıya çıxara bilərik hər ikisindən. Deməli, 2'ni qarşıya çıxaram. 2 vurulsun əçob n, n plus 1 qaldı. Deməli, bu 2'ni 2'yə vursaydım 2n eləyərdi. Bu 2'ni n plus 1'ə vursaydım 2n plus 2 eləyərdi. İfadəmiz doğrudur. İndi bizə n və n plus 1 uşaqlar ardıcıl ədədlərdir. Ardıcıl ədədlərin də əçobu onların hansına bərabərdir? Yəni, bunların əçobu n vurulsun n plus 1'ə bərabərdir. Bu da bərabərdir. 2 vurulsun n vurulsun n plus 1, o da bərabərdir. Bizdə n vur n plus 1 bərabər 132 olduğunu qeyd edirik. Onu da 2'yə vursaq eləyər 264. C variantı. Sonra 175. Deməli, 2 rəqəmli ədədin A onluqlarını B təklərinin sayını göstərir. A plus B 6'dır. A plus B 6 uşaqlar. Deməli, AB nə ola bilər bizdə? Say istəyir. A1, B5 ola bilər. Sonra A2, B4 olar. A3, B3 olar. A4, B2, A5, B1 olar.
Bizdən nə istəyir? Neçə say nə qədərdir uşaqlar? 5 dənə. 1, 2, 3, 4, 5. 5 dənə ehtimal var. D variantı. Baxaq sizlərdən 178-ə. İki rəqəmlər ədədin yerlərini dəyişdikdə verilən ədəd 9 vahid azalır. Deməli, ilk iki rəqəmli ədədi x, y götürürəm. Bunların yerini dəyişdikdə verilən ədəd 9 ədəd azalır. Yəni x, y-dən y, x-i çıxsam 9 olmalıdır. Bunu açaq. X, y-i açanda 10x üstəgəl y kimi açdım. Digərini açsam 10y üstəgəl x kimi açaram. Bu orta çıxma işarəsi var. İndi ona görə bunu mötərizəyə aldım. Bərabər olmalıdır 9-a. Deməli, eləyir 10x üstəgəl y çıxılsın 10y çıxılsın x bərabərdir 9. 9x çıxılsın 9y bərabərdir 9. X minus y bərabərdir 1. X minus y-in 1 olmağı nə deməkdir? Yəni, bunlar ardıcıl ədədlərdir. X, y-dən biri vahid fərqlənir. Yəni, x, y-im mənim ola bilər nə uşaqlar? X, y-im ola bilər məndə 10. Yəni, x-dən y-ə çıxanda 1 eləməli. 1-dən 0 çıxsaq 1 eləyər. X, y-imiz ola bilər. Sonra 21 ola bilər. 32 ola bilər. 43 ola bilər. Sonra 54, 65, 76, 87, görək, bir də ola bilər 98. Sayaq neçə dənə oldu uşaqlar? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə. Deməli, 177 oldu D variantı. 178 də eyni sualdandır. Baxaq 179-a. 179-u şifahi deyəcəm uşaqlar. Ədədlərdən biri 10 üstündə n üstəgəl 2 ədədinin vurğularından biridir. 10 üstündə n, n 1 götürsəm 10, üstərinə 2 gəlsəm eləyər 12. 12 rəqəmləri cəmi eləyir 3, 3-ə tam bölünər. Və yaxud da n 2 götürsəm uşaqlar eləyər 100, 100-ün üstünə 2 gəlsəm eləyər 102. 102 nə rəqəmləri cəmi 3-dür. Yəni, bunların həmişə rəqəmləri cəmi 3-dür. Rəqəmləri cəmi 3 olanda da bu ədəd 3-ə bölünür D variantı. Sonra baxırıq sizlərdən neçə. Maraqlı suallardan biri 180-ə. 180. Deməli, 74 və 97 ədədlərini eyni bir ədədə böldükdə birinci ədədin qalığı 2, ikinci ədədin qalığı isə 1 olur. Bölənin ala biləcək qiymətlərin cəmini tapın. Deməli, uşaqlar, birinci ədədin qalığı 2, ikinci ədədin qalığı da 1-dir. Belə deyim də, deməli, bu 74-ün qalığı 2 olubsa, bu 72 ədədi hər hansısa bir ədədə bölünür, tam bölünür, n ədədinə. Bir də 97 ədədində qalıq 1 olduğuna görə, deməli, 96 rəqəmi hər hansısa bir n ədədinə tam bölünür. Yəni, bunlar sadə vurğularına baxaq indi. 72 nələrə bölünər? 2-yə bölünər. Eləyər 36, 2-yə bölünər 18, 2-yə bölünər 9, 3-ə bölünər 3, 3, 1. Bir də 96-ya baxaq sizlərdən. 96, 2-yə bölünər 48, 2-yə bölünür 24, 2, 12, 2, 6, 2, 3, 3, 1. Deməli, indi burada ortaqlara baxıram uşaqlar. N ola bilər bizdə. N ola bilər 2 vurulsun, 2 vurulsun, 2 vurulsun 3. Yəni, bunlar və bunların hansından əmələ gələn rəqəmlər ola bilər. 2 götürə bilərəmmi? N-i 2 götürsəm uşaqlar, burada 74 ədədi özü 2-yə tam bölünərdir. Axı, bunun qalığının 2, bunun qalığının 1 olduğunu bilirəm. N-i 2 götürə bilmərəm ona görə. Bunun hasiliyər 4. N-i 4 götürə bilərəmmi? N-i 4 götürsəm, bəli, qalıq 2 alınır. N ola bilər, deməli 4. Sonra 4 ola bilər. Sonra belə deyim, N ola bilər uşaqlar. 4-ü bir dənə də 2-yə vursam 8 ola bilər. Qalıq 2 alınır, bəli. Sonra 3 ola bilər. 3-dən 2-nin hasilini də götürə bilərəm. 6 ola bilər. Sonra
4, 4'ü çarpırsam 12, 12 ola bilər. Bir dəfə də 24'ün özünü tam götürərəm. Yəni 2-ni 2-yə, onda 2-yə, bir də 3-ə vursaq 24 eləyə bilər. Bu ehtimallar ola bilər. Bunların cəmini istəyir bizdən. Toplayaq. 4 üstə gəl 8, üstə gəlinsin 3, üstə gəl 6, üstə gəl 12, üstə gəlinsin 24. Bu ikisi eləyir bizdə 36. Deməli, 36'nın üstündə də gələmlə 36 üstə gəlinsin. Buranı da bir də hesablayayım. 9, 12, bu da eləyir 21, bu da eləyir 57 uşaqlar. Doğru cavab C variantı. Baxın, sizlərdən maraqlı suallardan biri 182 uşaqlar. 182. Deməli, n natural ədəddir, amma birdən fərqlidir. Bu, n-1-də n plus 1, n plus 1-də n-1-i tapın deyir bizə. Mən kəsr formasında olan ifadələr verdikdə, bunların məxrəclərinin eyniləşdirməyini tərəfdarıyam uşaqlar. Deməli, bu məxrəclərini eyniləşdirmək üçün nə edərəm? Fikir versək, bunlar ardıcıl ədədlərdir. N hər hansısa bir, tutaq ki, 5 rəqəmi versəm, bu 4 olar. 5 rəqəmi versəm, bu 6 olar. Ardıcıl cüt ədədlər və yaxud ardıcıl tək ədəd ola bilər. Bunların məxrəclərini eyniləşdirin. Deməli, birincinin məxrəci olar. n-1-də n plus 1-ə vuraram. Yuxarıda olar n plus 1-in kvadratı. Nöqtə vergül. Digərinin məxrəcini də eyniləşdirmək üçün n-1-ə vuracam. N plus 1-i n-1-ə vuraram. Sürəti də n-1-ə vurmalıyam. Ona görə n-1-in kvadratı eləyəcək. N-1-in kvadratı bərabərdir. Deməli, uşaqlar, burada məxrəc hər ikisində ortaq olduğuna görə 1 bölünsün kimi qarşıya çıxara bilərəm ortaqlıq kimi. 1 bölünsün n-1 n plus 1 qarşıya çıxardım. Qaldı nə? Bu, deməli, n plus 1-in mötərizə kvadratı, nöqtə vergül, n minus 1-in mötərizə kvadratı. İndi, uşaqlar, n-ə rəqəmlər versəm, tutaq ki, n-ə n birdən fərqli demişdik. N-ə 2 versəm, bu eləyər 3, kvadratı eləyər 9. Tutaq ki, n-ə 2 verdim, 1, 1-in kvadratı 1. Bunlar eləyəcək qarşılıqlı sadə ədədlər uşaqlar. Qarşılıqlı sadə ədəd, yəni nə versə qarşılıqlı sadə olur. Onun da əbubu 1-ə bərabər olmalıdır. Deməli, bu ifadə, bu vurğunu da 1-ə vurduqda özünü verər bizə. Doğru cavab olar E variantı. 185 də bu tip suallardan uşaqlar. Sizlərdən baxaq nəyə? 186-ya baxaq. Abub n plus 7, n plus 8-i tapın. N hər hansısa bir ədəd versə, gör ki, n eynidir. 7 ilə 8 ardıcıl rəqəmlər gəlib üzərinə. Deməli, alınan rəqəmlər də ardıcıldır. Ardıcıl rəqəmlərin də əbubu 1-ə bərabərdir uşaqlar. A variantı. 187-ci suala baxaq indi. Hansı iki ədədin rəqəmləri arasında 0 əlavə etsək, alınmış ədəd verilmiş ədəddən 6 dəfə böyük olar. Deməli, bir də x, y, 2 rəqəmim var mənim. Deyir ki, bunların arasında 0 əlavə etsək. Yəni, bu olar belə. X 0, y olar. Aha, belə olsa, bunu silim. Alınmış ədəd verilmiş ədəddən 6 dəfə böyük olar. Yəni, deyir ki, x 0, y x, y-ə bölsəm 6-ya bərabər olar. İndi bunları açaq ən yaxşısı. X, y, 0. Y təhliyi bildirir, 0 onluğu bildirir, x isə 100-lüyü bildirir. Ona görə bunu açanda olur 100x. Üstə gəlinsin, 0 onluğu bildirinə görə 0 eləyir, qeyd eləmirəm. Ona görə y də təhliyi bildirir. Üstə gəl y oldu. Məxrəci açıram. Burada y təhliyi bildirir, x onluğu bildirir. Ona görə 10x üstə gəlinsin, y bərabərdir 6. Çarpazlamadan istifadə edirəm uşaqlar. Eləyir 100x üstə gəlinsin, y bərabərdir 60x üstə gəlinsin 6y. 60x-i bərabərin digər tərəfinə aparsam, qalar orada 40x.
O da bərabərdir. Y də digər tərəf varsa 6y-dən də y çıxsaq eləyər 5y. Hər iki tərəfi 5-ə böləndə eləyir 8x bərabərdir y-ə. Deməli 8x bərabər oldu y-ə. Y-ə verirəm 8, y-in 8 olduğunu qeyd edirəm, x-in də 1 olduğunu qeyd edirəm uşaqlar. Bu ədədlərin rəqəmləri cəmini tapın. X-dən y-in rəqəmi cəmi eləyir 9. E variantı. Sonra baxaq sizlərdən 188-ə. Deməli, əkov n plus 4 və n plus 3. Bunların ardıcıl ədədlər olduğu artıq göstərilir. İstəyirsiniz n-ə rəqəm verin tapın və yaxud da şifahi formada göstərin. Ehtiyac yoxdur. Bir də eyni zamanda hardan bilə bilərik? Uşaqlar, ardıcıl rəqəmlərin deməli əkobu nəyə bərabər idi? Əkobu onların hansına bərabərdir? Yəni n plus 4-ü n plus 3-ə vuranda həqiqətən də n kvadrat üstəgəl 7, n üstəgəl 12 alınır bizdə. Deməli, bunlar ardıcıl rəqəmlərdir. Onların ardıcıl rəqəmin əbobu nəyə bərabərdir? 1-ə bərabərdir uşaqlar, A variantı. Sonra deməli, sizlərdən nəyə baxaq? 192-yə baxaq uşaqlar. 192. Bizə deyir ki, 435 ədədin rum rəqəmli yazışıncədir. Bircə dənə nə yadında salaq uşaqlar? Rum rəqəmlərini yadına salaq. Bu 1 bizdə 1 idi. Sonra 5-i bildirir. X 10-u bildirir. Sonra deməli L 50-ni, S 100-ü, D 500-ü, M də 1000-i bildirir. Artıq M-ə ehtiyac yoxdur. Burada çünki qədər kifayət edir bizə. Bizə 400 deyib. Uşaqlar, biz demişdik ki, deməli, rum rəqəmlərdə rəqəmlər böyükdən kiçiyə doğru gedəndə toplanır. Əgər kiçikdən sonra böyük gəlsə çıxılma var orada. İndi burada 400 necə ala bilərik? 400 almaq üçün 500-dən 100 çıxarıram. Ona görə S-ni əvvəldə verərəm. S-ni əvvəldə verərəm, sonra D-ni yazıram. Kiçikdən sonra böyük gələndə çıxılmalıydı. S-dir. Bu elədir 400. 35-i necə alaram? 3 dənə x yazaram. 3 dənə 10, 30-u verər. Bu da 5-i verər bizə. Doğru cavab D variantı. Sonra digərlərdə rum rəqəmlərini özünüz yazarsınız uşaqlar. Baxaq sizlərdən neçəyə? Deməli, 197-yə baxam. Şifahi baxacağım uşaqlar 197-yə. Bir A-nın yerinə hansı rəqəmi yazılır? Bu ədəd 100 minlərə qədər yuvarlaşdırdıqda alınar. 1.500.000 alınar. Deməli, 100 minliklərə qədər deyir. 100 minliklər rəqəmində burada durub 5. 5-dən sonraki rəqəm, yəni A, sıfırdan 5-ə qədər olan rəqəmlər olmalıdır ki, yuvarlaşdırdıqda sıfıra çevrilsin hamısı. O da 0, 1, 2, 3, 4 E variantı. Sonra baxaq sizlərdən 200-ə baxaq uşaqlar. Deməli, ədədlərdən medianı tapın. Deməli, uşaqlar, medianı necə tapırdıq biz? Əgər tək sayda rəqəm olanda, bir dənə 200-ü buradan qeyd edeyim. Tutaq ki, 8 nöqtə verəcək 12, nöqtə verəcək 16, 18 yazdım, 18 olsun lap, 20, bir dənə də 22. Özündən bir dənə rəqəm ardıcılığı yazdım uşaqlar. Tək saydadır, baxın, 1, 2, 3, 4, 5-dir. 5 dənə olanda, bunların medianı tapanda ən ortadakı rəqəm bizə medianı bildirir. Ən ortadakı rəqəm medianı bildirir. Yox, əgər ən ortadakı rəqəm burada 3 sayda olsaydı, burada bir dənə də tutaq ki, 30 yazsaydım, 2 dənə ortadakı rəqəmin cəminin yarısını tapardınız. Bu formada. Ona görə bir dənə 101-ə baxım. İndi 101-i deyim sizlər üçün. Baxırıq nə qədərdir uşaqlar? 3, 6 dənədir. Deməli, güc saydadır. Ona görə də ortadakıların nə etməliyik? Bir dənə baxım. Rəqəmləri birinci düzüm. Ardıcıl formada düzüm. 1, 2, sonra 4, 6, 8 və 9. Medianı tapanda ortadakıların cəminin yarısı, güc sayda olduğuna görə 4 dənə 6, 10, cəmi eləyir. Cəmi 10, yarısı da 5, B variantı. Bəs 202-yə baxaq, moda soruşur. Moda nədir? Ən çox təkrarlanmadır uşaqlar.
Burada ən çox təkrarlanan rəqəm hansıdır? 2, 8, 1, 5, 2, 3, 5, 2. 2 rəqəmi təkrarlandığına görə modası 2 olacaq. Amma burada elə variant yoxdur. Qətiyyən qorxmayın uşaqlar. Elə variant olmamağına baxmayaraq cavab 2-dir əslində. Daşı burada mən 5-i silirəm, cavab 2-dir. 103-dən 2 olardı. Deməli, ədədlərin modası ən çox təkrarlanan rəqəm hansıdır? 4-dən 3 dənə var. Ona görə moda olar 4E variantı uşaqlar. Все. Bugünlük bu qədər uşaqlar. Hələlik özünüzdə müğayət olun.